İzahlı test 74. hissə 5-ci sinif ingilis dili choose the correct preposition. Düzgün söz ünlülərini seçin. The Novruz holiday all the family are table. Novruz bayramında bütün ailə stolun arxasındadır. Əgər Novruz sözü tək işlənsəydi, biz deyirik at Novruz, at Christmas, at sözünü işlədirik. Amma holiday ilə işlənəndə on deməliyik. On the Novruz holiday all the family are at the table. Stolun arxasındadır, yəni at the table. A bəndi doğru cavabdır. İkinci sual choose the correct articles. Story is about Christmas tradition. Hekayə milad adət-ənənələri haqqındadır. Biz bilirik hansı hekayədən danışırıq. Bizə müəyyəndir, ona görə Z article işlənir. The story is about Christmas traditions. Milad. Burada tradition cəmdə olduğu üçün qeyri-müəyyən artıq işlənməyəcək. C bəndi doğru cavabdır. Üçüncü sual choose antonym olsa underlined word. Altından xətt çəkilmiş sözün antonimini seçin. People send Christmas cards to their friends. İnsanlar bir-birlərinə milad açıqcaları göndərirlər. Send sözünün antonimi send göndərməkdir. Write yazmaq, bring gətirmək onun antonimi deyil. Post göndərmək. Receive qəbul etmək. Göndərmək, qəbul etmək bir-birlərinin antonimidir. Doğru cavab C bəndidir. 4 ilə 5-in cavabını şərt bölməsində yaza bilərsiniz.